Azərbaycanda bir taksi şirkətdə ləğv olundu. Mütəmadi olaraq eşidirik hansısa taksi şirkəti yaradıldı. Bir müddət, bir il yarım, 2 il keçəndən sonra və təkrar eşidirik ki, o şirkət ləğv olunur. Təbii ki, səbəblər olur, o səbəblərin açıqlamalarını da özləri verir. Bu günlərdə yenə də Retro Taksi Məhdud Məsuliyyətli Cəmiyyət ləğv olunduğunu elan edib. Kreditorları 2 ay ərzində tələblərini az 102 az 10-27 Bakı şəhəri Xətai rayonu Məhəmməd Hadi küçəsi ev 89 mənzil 55 ünvanına bildirə bilərlər. Kreditorlar 2 ay ərzində tələblərini az 10-27 Bakı şəhəri Xətai rayonu Məhəmməd Hadi küçəsi ev 89 mənzil 55 ünvanına bildirə bilərlər. Bəli, Retro Taksi Məhdud Məsuliyyətli Cəmiyyətin nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Ruslan Əhədovdur. 10 manatı eşitdim, belə biraz dilim də topu vurdu. Kapitalı, nizamnamə kapitalı 10 manatdır.